Bu günlərim sizlərə bir mövzu ilə bağlı gəlmişəm əzlərim. Deməli, cadügər cindarların yanına gedən insanlar bunu eşidin. Bunu gedəsiniz, etdirəsiniz, pulunuz da gedəcək, amma etdiyiniz öz cəzanızı özünüz çəkəsiniz. Etdiyiniz yerdə qalmayacaq. Allah bunun 1000 qatını sizə çəkdirəcək. Etməyin. Bu insanlarla nə işiniz var sizin? Nə istəyirsiniz bu insanlardan? Aparırlar dənize, atırlar dənizi, korruyurlar. Camaat gedir dənizin böründə oturur, biraz hava almağa, oradan zirzivillər çıxır. Amma bilin ki, harda bastırırsınız bastırın, kimin adına nə elətdirirsiniz elətdirin, bunun cəzasını siz alasınız. Allah 1000 qat cəzasını verəcək sizin. Sülaləniz bile əziyyət çəkəcək. Yığılın özünüzə, özünüzə gəlin. İnsan olun. Axı Allah sizi sevərəkdən yarattı. Nəyə görə insanlara bunu eləyirsiniz? Sözünüz var kiməsə, üzünə deyin. Etməyin belə. Həqiqətən, bu yaxında mənim bir dənə pasiyentim var, deyir, getmişəm atamın üstünə, qəbrinin böhründən nələr çıxıbdı, hamısı cadular. Bunu bilin ki, mən fərqanə deyirəm sizlərə. Bunun batilnaməsini işləyirsən, istəyir harda nə bastırırsınız bastırın. Batil olur, çıxır gedir. Mən yenə əzizlərim, kimin əgər belə bir problemi varsa mənə müraciət edə bilər. Batilnamə işləyirəm, batil edən Allahdır. İstəyir harda bastırılır, bastırılsın, cadu batil olur və ruhdan təmizləmə eləyirəm. Bununla bağlı mənə müraciət edə bilərsiniz. Onlayn və mərkəz qəbullarımız var. Buyurun, dəyərlənin, amma bilin ki, belə bir şey var. Allahdan bizim ümidimiz üzülməz, heç vaxtı. Allah pisləri də görür, yaxşıları da görür. Pislər öz pisliyinə qalacaq, yaxşılar, yaxşı məqamlar açılacaq. Allah əmanət olun, aldım, qəbul etdim yazın yorumlarda. Allah sizləri var eləsin. İnşallah hər şey yaxşı olar və mənfi qüvvələrdən qorxmayın, çünki onların enerjisi yoxdur. Biz enerjiliyik. Salamat qalın.